Bir daha salam değerli izleyicilerim. Bugün sizə belə gözəl naborumu göstermek istəyirəm. En çok sevilen şık oyuncağımız, əmziyə sıxısı, gözəl inci balamız üçün xoş gəlib ailəsinə. Daha sonra belə bir gözəl toxunma oyuncaq en çok sevilen modeldir. Çünkü çok yumuşaqdır, çok şirindir, qiymət baxımından da münasibdir və bu oyuncaq ilk dəfə Adel üçün hörülmüşdü. Adelin oyuncağı çok sevildiği için və bu oyuncaqdan çox sifariş olunub mənə. Ona görə mən çox sevirəm ki, balaca bebeşkaların əlləri mənim ürəklə, sevgiyle toxunduğum oyuncaqlara toxunur. Daha sonra belə bir gözəl səbətlərimizi göstermek istəyirəm. Bu səbətlərin gözəlliyinə baxın. Razmer 3 dənə fərqli razmer, renklərin gözəlliyinə baxın belə pelixodla. Yəni inanın Allaha ki, istəsəm belə alınmazdı da. Yəni müştəri sırf bir renkdə istəmişdi. Yəni qeyd elədim ki, bu iplərdən qalmadığına görə yəni azdır. Necə baxırsınız, mən bunu keçidlə eləsəm, pelixodla, yəni kontrastını etsəm, müştəri dedi ki, yəni siz necə yaxşı görürsünüz elə hazır edin. Və bu gözəlliyə baxın. Yəni mən də bayıldım və mən əminəm ki, bu storyimdən sonra çox müştərilər yazacaqlar ki, imini belə kontrastını istəyirik qəşəng pelixodla. Amma dəyərli izləyicilərim, bu ekskluzivdir. Artıq bundan yoxdur. Çünki belə model iplər əsrar olsun ki, yoxdur. Yəni bu sifarişlərimdən də yəni qalan iplərdən, daha sonra əlavə aldığım iplərdən hazırlanıbdır. Yəni elə iplər var ki, ümumiyyətlə artıq onun gəlişi yoxdur, postuplenyası yoxdur. Ona görə də belə ekskluziv